Bir nəfər yazıb mənə bu gün, yazıb ki, çıxışlarımın birində, yazıb ki, mən bu adamı sevmirəm. O ancaq bizə ağıl öyrətmək istəyir. Mən çox düşündüm bu şərh barədə. Siz üçün yazıb? Bəli, mənim çıxışlarımın birində yazıb. Bu adam ancaq insanlara ağıl verir. Mən bu adamı sevmirəm. Çox düşündüm. Dedim, adam bəlkə də haqlıdır. Mən biraz qırmızı xətti keçmişəm artıq. Didaktik danışır o mənada. Didaktik, çox çətindir. İnsanlar deyir ki, bu kimdir çıxıb bizə ağıl verir, ağıl öyrədir. İndi sənin ustalığın ondadır ki, həm indi sən özündən ki danışmırsan ki, tutaq ki, Mövlanadan danışırsan, didaktikadır. Nizami Gəncəvi, Sirlər Xəzinəsi didaktikadır, bütün hamısı hekayələrdir falan da. Yəni orta əsrlər ədəbiyyatıdır, hamısı didaktik, əxlaqi məsələlərdir. 17-ci əsrə qədər, bu 17-ci əsrdən sonra vəziyyət dəyişir. Yaxşı, indi necə eləyəsən? Ona görə bu biraz qəliz məsələdir.